Təqdim etdiyi sınaq 13-cü sual qrammatika ilə başlayırıq və sonra readinglərdə işləyəcəyik inşallah. Birinci testdə diqqət eləyirik. Floor sayıla bilən təksim, apartment sayıla bilən təksim. Birinci mümkün variantları çıxaq. Əgər burada hər iki həmcins üzv varsa, biz nə etməliyik? Bu iki tərəfə də bərabər olan bir variant götürməliyik. Məsəl üçün, E artikeldirsə, burada da E olacaq. Z idirsə, burada da Z olacaq. Ona görə variantlarımızı eləyək. E variantı və D variantı buna görə gedir. Burada Z yoxdur, burada Z var, burada Z'si yoxdur. İsim sayılır təkdədir. Mən onun qabağını boş qoya bilmərəm, mütləq. Burada hər hansı bir determine olmalıydı. A və C variantı arasında qaldıq. Biz də sıra sayılarında bilirik ki, Z artiklı ilə işlənilir. Ona görə düzgün cavabımız A variantıdır. Test 14-də applicants müraciət edən şəxs deməkdir. Müraciət edən şəxslər. Burada isə mənim feilim var. Mən burada E artiklını niyə qoymalıyam ki, miqdar sayının qabağında bu variant düzgün gəlmir. B variantında miqdar sayı cəmlənibdir. Olmaz. Qaldıq A variantı, C variantı və E variantı arasında. Yenə E variantında Z artiklını miqdar sayı ilə veribdir. Bu tərcüməyə oturmayacaq. Çünki biz onu verirdik. Məsəl üçün deyirdik the two boys. Nə deməkdir? Həmən iki oğlan. Miqdar sayını bu zaman Z artiklından işlədə bilirdik. Amma burada həmən ərizəçilər demir. Burada deyir out of 50 applicants, 50 ərizəçidən sadəcə 10'u qəbul edildi. Ona görə bura sıra sayı, bura miqdar sayının qarşısına Z artiklı oturmaz. Qaldıq A və C variantı arasında. Əgər deyək ki, bura miqdar sayı otursa da Z artiklı lazımdır, yoxdur. Bu baxımdan çıxartdım. Zaten tərcüməni də yerinə qoyanda 50 ərizəçidən dediyi üçün bizə miqdar sayı uyğundur ki, biz burada miqdar sayı işlədək. O variantımız da A variantındadır. Test 15-də isimlərin cərgəsini istəyir bizdən, sifətləri çıxardaq. Necessary lazımlı demək, necə A variantı getdi. Wooden taxtadan necə B-ni çıxartdıq. Weak, zəif necə C-ni çıxartdıq. Wet, nəm necə E-ni çıxartdıq. Qaldı D variantımız. Strength, güc, depth, dərinlik, length, uzunluq. TH şəkilçisini yadınızda saxlayırsınız. Sifətlərə artırılır, isim olur. Keçirik digər testimizə. Compound mürəkkəb isimlərdir. Mürəkkəb isimlər düzəldir. İki sözün birləşməsindən əmələ gəldi. Friendship, burada ship şəkilçidir. Bunu worship ilə qatmırıq. Bir ship var gəmi, bir şəkilçi. Burada şəkilçidir. Importance, ens şəkilçidir. Çıxardırıq. Brotherhood, qardaşlıq, hood şəkilçidir. Çıxardırıq. Raindrop, yağış damcısı. Snowman, qaradam. 2-3 düzgün cavabımız. 17-də plural ismi istəyir bizdən. News yazılışı belədir, həmişə təkdədir. Waitress, bu qadınlara artırılan şəkilçidir. Ona görə 5-i çıxardırıq, sadə bir şəkilçidir. Goods, mal əmtə həmişə cəmdə işlənir. Police həmişə cəmdə işlənir. Gentry həmişə cəmdə işlənilir. Ona görə düzgün cavab 2, 3, 4 olur. 18-ci testdə singular noun tək isimləri istəyir. Baxaq, insects, S orada cəm şəkilçisidir. Newspapers, S cəm şəkilçisi. Poultry, ev quşları. Poultry, gentry, cattle, bunlar police, topluluq bildirən isimlərdir. Mouse, siçan, mice, siçanlar cəmdədir, kökündən dəyişibdir, getdi. Burada i-c-sı elm fən adlarına artırılırdı. B variant düzgün variantdır. Bu onun cəm yox, əksinə tək olduğunu göstərir. Test 19. Düzgün yiyəlik halı seçirik. Baxaq, variantlarımızı eləyək. Burada E artiklı veribdir, amma E artiklı versə də ismi cəmi yiyəliyi eləyibdir. Bu olmaz. Several bir neçə verib, bilirik sayıla bilən cəm isimlərlə işlənilir. Burada həftəmiz cəm olmalı idi.
Ona görə olmaz. To dear skin. İndi burada bir məsələ var. Əgər dəri canlı isimlərdən danışırsa sayılır, cansız isimlərdən danışırsa sayılmır. Ona görə mən bu variantı öz variantlarıma uyğun seçəcəm. 10 years miqdar sayı verib, cəmləyibdir, düzdür. 1 artiklı 1 deməkdir və təkdə verib ismi düzdür. 1, 2, bir də 5 düzgün cavab. Demək ki, burada skin sözünü cansız isimdən danışır. Genitive case yenə yəlik hala gəlirik. Yəlik halda diqqət edirdik. İsimə artırılır, isim gəlir. Əgər yəlik haldan sonra feilin sonuna bu formada ing şəkilçisi artırılıbdırsa, bu is looking, yəni indiki davam edici zamanda olduğunu göstərir. B variantı getdi. Baxıram burada yəlik hal varmı? Burada apostrof s, seyid varsa, deməli bu has seyid, yəni indiki bitmiş zaman olduğunu göstərir. D variantında my cousins yenə də is living. Burada indiki davam edici zaman olduğunu göstərir. E variantında it has been raining, have, has been, üstə gələk, feilin sonuna ing artırması, bu bitmişin davam edici zamanıdır. Biz bunları artıq bilirik, öyrənmişik. Ona görə bu variantları çıxdıq. The teachers meeting, müəllimlərin iclası. Söhbət burada iclasdan getdiyi üçün xəbərimizdə təkdə verilibdir. Müəllimlərin iclası, meeting iclas mənasındadır. İndi müəllimlər cəmdədir, əlbəttə müəllimlərin bir iclası olacaq. Hər dəfə deyirik, 20 müəllimi tək-tək iclas eləyəsi deyilik ki. Test 21-ə baxaq. 21-də baxaq, difficult subject, çətin mövzu, fən. Mən burada əgər fən sayılırsa, mövzu sayılırsa, qabağına sayılmayan isim qoya bilmirdim. Və burada most veribdirsə, mən bunun qabağına z artiklı qoymalıyam. A bit difficult subject I had at school. Bu tərcüməmi otuzdurmayacaq yerinə. Baxıram, physics was the most difficult subject I had at school. Məktəbdəki ən çətin fəndir. Əgər mən moru qoysam da, mən burada subject sayılan təkdə isim olduğu üçün qabağına mütləq artiklı qoymalıydım. A more difficult deməliydim. Baxaq 22-ci test çox yaxşı testdir. Bu testi, bu variantı, daha doğrusu bu lətə sözünü əzbərləmək lazımdır. Ezel and Murad are students, tələbədirlər. Studies abroad, xaricdə təhsil alır. Burada studies deyirsə, demək burada nəsə bir tək isim var, təhsil alır. Burada variantımız B variantı. Zellətə nə deməkdir? İki şeydən ikincisi. Burada söhbət kimdən gedir? Studies, xaricdə təhsil alan kimdir? Zellətə, ikincisi. Yəni deyir, Ezel və Murad tələbədirlər. İkincisi xaricdə təhsil alır. Kim? Murad. Bu burada Muradı vurğulayır. Bu lətə sözünü əzbərləmək lazımdır. İki şeydən iki. Can you recommend me? Mənə tövsiyə edə bilərsən? Film sayılır təkdədir. Buna diqqət edirəm. B variantını çıxardıram. Çünki əgər mən bura müqayisə dərəcəsi qoysam, qabağına mütləq artikl qoymalıyam. Çünki isim sayılır təkdədir. Much desəm, much özünə sonra müqayisə dərəcəsi istəyir. Much more interesting olsa. Most desəm, qabağında z artiklı verərəm. Çünki the most interesting deyərəm. Qaldım A və C variantı arasında ki, burada da the most interesting və a more interesting var. Tərcümə qabiliyyətimiz işə yarayacaq. Can you recommend me? Mənə tövsiyə edə bilərsənmi? A more interesting film. Daha maraqlı bir film. This is not interesting at all. Bu heç maraqlı deyildi. Ona görə tərcümə qabiliyyətimiz bura C variant deyir. Bəzi uşaqlar deyir, müəllimə, niyə mənə ən maraqlı bir filmi deyə bilərsən? Oturmur yerinə uşaqlar tərcümə ilə. 24-cü testdə bizdə ofun sağına soluna diqqət edirik. Baxıram, EZ çıxardıram. Sağı solu boşdur. Z və boşluq qoyub çıxardıram və digər variantlarımızı uyğun gələr. Baxıram, sonra mən nə qoya bilərəm? Səbir, qətiyyət,
səbr və qətiyyət. Onda indi ikinci tərəfə keçirəm. Əgər mən səbrin qabağına nə qoyuramsa, yenə burada and var, həmcins ifadə izvlər var. Mən patience-ın qabağına nə qoyuramsa, determination da qabağına onu qoymalıyam. İndi ikinci tərəfə eləyəcəm. Burada article var, burada heç nə yoxdur, çıxdı. Burada boşluqdur, burada z article var, çıxdı. Variantı yerinə qoyaq. Success is often the result of the patience and the determination. Deyir, uğur səbir və qətiyyətin nəticəsidir. Əlbəttə ki, düzgün variant gəlir. 25-ə baxaq. A few sayıla bilən cəm isimlərlə işlənilir. İsim cəmlənibdir, bir düzdür. A few yenə də sayıla bilən cəm isim. Burada heç nə yoxdur, cəmlənməyibdir, çıxartdıq. Much floors, much sayıla bilməyən isimlərlə işlənilirdi. Bunu çıxartdım. A lot of floor, burada a lot of-u mən götürə bilərəm. Çünki həm sayılan, həm sayıla bilməyən isimlərlə işlənir. A little sack of potatoes. Burada a little biraz mənası var. Bir də a little'ın balaca mənası var. Məsəl üçün a little bu niyə belə eləyir? Başa düşmədim. İşimizi cəngələ salacaq deyəsəm, baxaq. A little balaca kimi veribdir. Burada da mən article bu sack sözünə aiddir. Yəni a sack of potatoes, bir meşox kartoşkalar və meşox sayılır. Biz ofdan əvvələ baxırıq. Little isə balaca kimi, balaca bir meşox kartoşkalar dediyinə görə bu variantı da götürə bilirəm. Düzgün cavabımız olacaq 1, 3, 5. Dear Mr. Johnson, I am writing, mən yazıram to let you, icazə verirəm sənə. I'm writing to let you know that I allow my son. Deyir, mən yazıram ki, icazə verdiyimi bildirirəm mənim oğlum Patrick'ə to take part in the football tournament next weekend. Futbol turnirində növbəti həftə üçün iştirak etməsinə. Please contact me. Mənimlə əlaqəyə keçin if you need any further information. Hər hansı bir məlumat üçün. Burada səmimiyyətlə Laura Green. Nəyə baxacaq uşaqlar? Bu adam icazə veribdir. Ask xahiş etməkdir, xahiş etməyibdir. Request də xahiş etməkdir, xahiş etməyib. Invite dəvət etməyibdir, cancel sonlandırmayıbdır. Give permission, icazə verib. Thank you for attending the interview for the position of marketing coordinator at our firm. Deyir, təşəkkür edirəm. Attending, iştirak etdiyiniz üçün interviewda marketing koordinator, firmamızdakı marketing koordinator pozisiyasında after careful consideration, diqqətli analiz etdikdən sonra, baxdıqdan sonra we regret, biz təəssüf edirik to inform you, sizi məlumatlandırdığımıza ki we have chosen another candidate, biz deyir seçmişik başqa bir namizədi. Başqa bir namizədi for this role, bu rol üçün. We appreciate, biz qiymətləndiririk your interest in our company, bizim şirkətimizə olan marağınızı. Wish you the best in your future career endeavors, deyir ki, karyeranızda uğurlar arzu edirik. Nəsə. İndi bu adam regret deyir burada, təəssüf hissi ilə bildirir bu adama. Bunu səhv edən uşaqlar var idi. Əgər mən təəssüf edirəmsə, mən buna iş təklif eləmirəm. Apply for, müraciət eləmirəm. Confirm, təsdiq eləmirəm. Request, xahiş eləmirəm. Mən bunu turn down eləyirəm. Geri çevirirəm təklifini. Keçək digərimizə. Dear Miss Parker, I'm writing to ask if you could send me the schedule for the upcoming art workshop. Mən deyir, yazıram, xahiş edirəm. If you could send me the, mənə deyir, növbəti, yəni upcoming, yaxınlaşan rəsm, nəsə, workshopping, burada bir emalatxanada nəsə bir icraat keçirirlər rəsm barədə, art workshopping onu nəzərdə tutur. Yəni onun mənə cədvəlini deyəsiniz, nə vaxt keçiriləcək. I would like to know, mən bilmək istərdim ki,
The dates and times. Zamanı və neçə dəfə keçiriləcəyini bilmək istərdim. So I can plan accordingly. Buna uyğun da planımı qurardım. İndi bu məlumat almır, məlumat istəyir uşaqlar. Xahiş invite dəvət eləmir, üzr istəmir və təklif eləmir. Bu adam ask eləyir, xahiş eləyir. Burada da B variantı request, xahiş edir. Ask'ın sinonimi request, xahiş eləyir. Məlumat almaq istəyir. Keçək digər mətnimizə. Reinhold Messner is one of the greatest mountain climbers in history. Tarixin ən görkəmli alpinistlərindəndir. He was the first person to climb Mount Everest alone. O yeganə şəxsdir ki, Mount zirvə deməkdir. Everest zirvəsinə tək çıxmışdır. And without using bottles oxygen, yəni oksigen o baloncuqlarından istifadə etmədən. Many climbers believed that çox alpinistlər inanırlar ki, such a climb was impossible. Such a climb, belə bir çıxma qeyri-mümkündür. Baxın, saçdan sonra isim gəlir. However, like Messner proved that Messner sübut etdi ki, it could be done. Bu edilə bilər. And became world famous for his courage and strength. Və dünyanın cəsurluq və gücünə görə məşhur oldu dünyada. Messner was born in 1944 in Italy. 1994-cü ildə İtaliyada anadan olmuşdur. Near the Alps, Alp dağlarının yaxınlığında. He began climbing mountains. O dağlara dırmanmağa başlamışdır when he was a child, uşaq olanda in 1978 ildə he and his friend Peter Hubler reached the top of Mount Everest without oxygen. O və onun dostu Peter Hubler without oxygen, oksigensiz çatıbdı zirvəyə. Something no one had done before. Yəni hansı ki no one, heç kim had done before, əvvəlcə bunu etməmişdi. 2 years later, 2 il sonra Messner repeated the climb completely alone. Repeated, təkrar edibdi. Had done before, yəni əvvəlki, harada qaldım mən? Repeated, təkrar etdi. The climb completely alone. Tamamilə tək tamamladı. Birincidə dostu ilə getmişdi, ikincidə tək getdi. During his career, kariyerası ərzində, he climbed, o çıxmışdı all 14 of the world's mountain higher than 8,000 meters, 8,000 metr yüksəklikdən çox 14 dağa çıxmışdır. A record that no one had achieved before him. Bu rekorda heç kim əvvəlcə nail olmamışdır. After finishing his most dangerous climbs, bitirəndən sonra bu təhlükəli yəni çıxmanı, Messner began exploring deserts and polar regions, başladı səhraları və qütb regionlarını araşdırmağa. He also wrote many books about his adventures and opened a museum about mountains and nature. O həmçinin çoxlu kitablar yazıb macəraları haqqında və dağdakı və opened a muzey açıbdı. Dağlar və təbiət haqqında. Even now, hətta indi he continues to travel. Səyahət etməyə davam edir. And inspire people. İnsanları ruhlandırır with his love for adventure and natural world. Özünün macəra və nature world, təbii dünyaya qarşı olan marağına. Getdik. Who is the passage is being about? Əlbəttə ki, the achievement and life of legendary mountain climber. Variant çox rahat testi. Achievement, nailiyyətləri və həyatı əfsanəvi alpinisti. 9-da according to the past, incorrect, səhvi istəyir bizdən. Deyək ki, Messner was a last person. Bu last person deyildi uşaqlar. Burada deyək ki, first person mətnin içində var ki, mən tərcüməni elədim sizə. First person'dır, ilk şəxsdir. Baxaq. Baxın, burada elə ikinci cümlədə veribdir. He was the first person. Bu ipuçlarını tapsaz testi işləmək sizin üçün rahat olar. Sonra, complete the sentence according to the passage. Reinhold Messner became world famous because he climbed Mount Everest alone and without bottle oxygen. Bu da variantımızda var. Ona görə mən sizə testi tərcümə etdim ki, görəsiniz.
burada climbed Everest without using bottle oxygen elə yenə də işarələdiyimizin alt hissəsindəki yerdir. Keçək digərinə. Answer the question according to the passage. What did Reinhold Messner do after they stopped climbing the world's highest mountain? Deyir ki, nə vardı bu çıxandan sonra? Nə vardı uşaqlar? Getdi səhralara, polar sahələrinə. O da he started exploring the deserts and polar regions. Bunu da sizə göstərəcəm. O da buradadır. Messner began exploring deserts and polar region. Ondan sonra which statement are true according to the passage? Burada Messner preferred writing books to climbing mountain, never traveled again. Never traveled again. Xeyr, orada elə deyildi. O deyir ki, davam etdi səyahət etməyə. Messner began climbing mountain when he was very young. Gənc yaşlarında eləmişdi. Bu 40-ı keçəndən sonra getdi səhralara, daha təhlükəsiz yerlərə. During his career, Messner climbed only one of the world. One of deyildi, orada 14 idi uşaqlar. 14 idi. 4-də isə Messner, deməli bu səhvdir. One of deyil. Messner later explored desert and polar regions. Bəli, bunu da bayaqlar sizə göstərdim. Bu da düzgün variantımızdır. Keçək listeningə.